İrəvanda Türkiyə bayrağı yandırıldı. Bakıdan reaksiya. Türkiyə bayrağı yandırıldı. Paşinyandan reaksiya. Rusiyadan müharibə xəbərdarlığı. Daha bir ölkəyə hücum başlayır. Putin inanılmaz plan hazırlayıb. Bəşəriyyət üçün ən dəhşətli ssenari yaxınlaşır. Amerika Birləşmiş Ştatları hücum edərsə, bu ölkə vurulacaq. Ermənistanın baş naziri Nikol Paşinyan bayraq yandırma praktikasını qınayır. Bunu məsuliyyətsiz və qəbul edilməz adlandırır. Axar TV xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan deyib. Baş nazir Paşinyan bu praktikanı qınayır. Onu məsuliyyətsiz və qəbul edilməz adlandırır. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılmasını dövlət başçısı fərqli qiymətləndirə bilməz. Bu, açıq-aydın təxribatçı və gərginlik yaradan davranışdır, deyə o bildirib. Qeyd edək ki, İrəvanda qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş məşəl yürüyüşü öncəsi Türkiyə bayrağı yandırılıb. 23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində məşəl yürüyüşü zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik. Axar TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməlidir. Bu kimi qəbul edilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbul edilməzdir. Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır. Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq. Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Finlandiya hökuməti ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə nüvə silahlarının idxalı və saxlanmasına icazə verilməsini təklif edib. Axar TV Global Infoya istinadla xəbər verir ki, Finlandiyanın müdafiə naziri Antti Hakkanen deyib ki, bu təşəbbüs potensial rəqiblərə qarşı çəkindirici təsiri artırmaq və NATO çərçivəsində təhlükəsizlik səviyyəsini gücləndirmək məqsədi daşıyır. Finlandiyanın belə bir addım atması başa düşüləndir. Rusiya-Ukrayna müharibəsi bitməyib və yeni münaqişələr alovlanır. Bu, öz növbəsində regionda riskləri artırır. Xüsusilə Finlandiya kimi sərhəd ölkələri daha ehtiyatlı davranmağa məcburdur. Həmçinin Finlandiya NATO'nun ən gənc üzvlərindəndir və alyansın Rusiya ilə sərhədində yerləşir. Ona görə müdafiəsini daha da gücləndirməyə çalışır. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, Finlandiyanın nüvə silahlarının idxalı və saxlanmasına icazə verilməsi ilə bağlı təşəbbüsünü şərh edərkən deyib ki, bu addım Moskva tərəfindən müharibə xəbərdarlığı kimi qiymətləndirilir. Rusiyanın narahatlığı başa düşüləndir. Amma nüvə silahlarının idxalı və saxlanmasına icazə vermək Finlandiyanın öz silahını istehsal edəcəyi mənasına gəlmir. Bu, lazım gəldikdə NATO'nun nüvə imkanları Finlandiya ərazisində yerləşdirilə biləcəyi deməkdir. Məqsəd isə potensial rəqiblərə açıq mesaj verməkdir. Yəni, Finlandiya tək deyil və ona qarşı hər hansı hücum daha böyük qarşılıqla nəticələnə bilər. Bu addımın arxasında əsas zərurət çəkindirmədir. Finlandiya hesab edir ki, əgər ərazisi daha güclü müdafiə sistemi ilə qorunarsa, ona qarşı riskli addım atmaq istəyən tərəflər 2 dəfə düşünəcək. Busa, onların təhlükəsizliyini artırmaq üçün seçdikləri yoldur. Prinsipcə doğru yanaşmadır. Rusiya ilə Avropa ölkələri arasında münasibətlərdə gərginliyin artdığı bir dövrdə nüvə təhlükəsi ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Axar TV Global Infoza istinadla xəbər verir ki, bu barədə Military Times nəşri məlumat yayıb. Bildirilir ki, Rusiya lideri Vladimir Putin rəhbərliyində Kreml mümkün eskalasiya ssenarilərini, o cümlədən nüvə silahından istifadə ehtimalını nəzərdən keçirir. Qeyd olunur ki, son dövrlərdə hərbi və siyasi ritorikanın sərtləşməsi tərəflər arasında qarşıdurma riskini artırır. Xüsusilə təhlükəsizlik və strateji balans məsələləri fonunda qarşılıqlı ittihamlar daha da intensivləşib. Məlumatda bildirilir ki, Rusiya, Avropa ölkələri və Ukrayna arasında mümkün nüvə müharibəsinin başlaması bəşəriyyət üçün ən faciəvi ssenarilərdən biri hesab olunur və 2-ci Dünya müharibəsindən sonra ən ağır və dağıdıcı dövrə səbəb ola bilər.
Analitiklərin fikrincə, belə açıqlamalar daha çox təzyiq və çəkindirmə məqsədi daşısa da, bu kimi bəyanatlar regionda və qlobal səviyyədə narahatlıqları artırıb. Avropa ölkələri isə öz növbəsində təhlükəsizlik tədbirlərini gücləndirir və mümkün risklərə qarşı hazırlıq səviyyəsini artırmağa çalışır. Amerika Birləşmiş Ştatları İranın neft quyularına hücum edərsə, Tehran zərbənin həyata keçiriləcəyi ölkənin hədəflərinə zərbə endirməklə daha güclü cavab verəcək. Axar TV xəbər verir ki, bunu İranın vitse-prezidenti İsmail Səqqab İsfahani deyib.